Qurbanımız artıq kəsilib. Mən bir şey deyim sizə. Heç birimiz dünyadan gələndə heç nə aparmayacağıq. Vallahi ki, nə eləyirik, onu aparacağıq. Bax bu elədiklərimizi. Bir zaman var idi ki, elə bil biz yoxsulluqdan əziyyət çəkirdik. Mən gözləyirdim ki, kimsə qurban kəssin, gətirsin mənə versin, mən də o qurbanın ətindən yeyim. Ət ala bilmirdik. O günlərim mənim yadımda qalıb. Ona görə də mən inşallah ki, mütəmadi kəsəcəm. Bu isə Aynura xanımın da Allah can sağlığı versin, Füzuli Hüseynovun bacısınındır. Birini də mən kəsmişəm, indi o da burdadır, kəsilir o da. Allah bütün kəsilən qurbanları qəbul eləsin. Allah bütün müsəlmanlara, bütün yoxsullara yardım eləsin. Buyur sən də bir kömək edin. Amin. Allah da malımızı, pulumuzu Allah yolunda xərcləməyi nəsib eləsin inşallah. Kimin də yəni nə arzusu, niyyəti varsa inşallah Allah onların da bir zaman biz deyirdik ki, görəsən bizə qurbanlıq kəsiləndə deyirdik ki, biz görəsən qurban kəsəcəyik, bəli kəsəcəyik. Allah bizə bu günü bizə yaşatdığına görə Allah'a çox şükür olsun. Belə çox sağ olun, minnətdaram.